Hello guys, today we are going to talk about story time Better Than You by Trudy Larwing Part 1. İndi mən bu mətni oxumayacağam, siz özünüz oxuyun. Mən sadəcə bu mətnin tapşırıqlarını sizinlə birlikdə işləyib, bir də bu author hissəsini oxuyub sizə izah eləyib, bir də artıq da məlumat verəcəm. İndi keçək tapşırıqlarına. Read the story and put the pictures in right order. Deməli, birinci variant D. Deməli, bunu buradan belli edeyim, yazma yerimiz olsun. First is çok kalmalı. D after it's F. Third one is B. First one is A. Fifth one is C. Sixth one is E. İndi birinci basketbolu yaxşı oynayır, ondan sonra gedir müəllimi ilə danışır. Yəni ondan sonra müəllimi ilə danışandan sonra riyaziyyatdan bir test yazırlar. Testi yaza bilmir, pis qiymət alanda evə gedəndə sumkasını tullayır yerə və gedir otağına. Okay. Two things that you can do well are sport and math. Matematik yəni. İçində yazabilirsiniz. Ya math yazın ya da ki matematik. Two things that Tyler can do well are writing a story and playing the guitar. Tyler's dream was to play basketball like an NBA star. Tyler thinks teachers shouldn't ask kids to check each other's tests. Tyler felt stupid when he couldn't do the math test very well. Yeah, very good. Discuss the questions with a partner. Deməli, bu sualları partiya yoldaşınızla deməli, discuss edəsiniz, yəni müzakirə edəsiniz. Who had the problem, Tyler or Jake? Kimin problem var idi? Tyler'ın yoxsa Jake'in? İndi bunu siz özünüz düşünün yazın. Bu üçüncü mətn haqqındadır. What do you do when you're not good at something? Sən bir şeydə yaxşı olmayanda nə edirsən? Maybe we can say I work on it and I make it better. Mən onun üzərində işləyirəm və daha yaxşısını eləməyə çalışıram. İndi bu work on sözümüz var idi ki, bu söz. Deyəm. Vocabulary hissəsində çəkmişdik bu sözü. Bir dəqiqə eləməyim. Bu sözü vocabulary hissəsində çəkmişdik. Bir şeyi daha yaxşı eləmək üçün üzərində işləmək work on idi. Deməli, sonra what do you think is going to happen next? Axırda yəni sumkasını tullayandan sonra nə baş verəcəyini düşünürsünüz? Yəni nə baş verə bilərdi? Onu eləyəsiniz. Yəni ona cavab yazarsınız, son ox yazarsınız. Bunu indi mən deməyim düzgün olmaz. İndi bir də ki mən sizə demişdim ki, bu yazısı haqqında məlumat verəcəkdim. Deməli keçək həmin məlumata. Okay, indi bu isə bizim essemizdir. Trudy Larwing is a children's author who writes books about kindness, empathy and friendship. Trudy Larwing uşaq kitabı yazıcısıdır. Hansı ki o uşaqlara dostluq, empati türklər deməli və köməksevərlik, yəni nəzakət haqqında kitab yazan bir yazıcıdır. She is best known for stories that help children understand bullying and how to treat others with respect. O uşaqlara belə zorba, yəni türklər deməli zorba olmağın pis olduğunu və necə hörmətlə digərlərinə necə hörmətlə yanaşmaq lazımdır şəklində kitabları ilə tanınır. Books like The Invisible Boy teach readers to be caring and inclusive. Görünməz oğlan tipli kitablar uşaqlara, yəni oxuyuculara necə qayğıkeş olmağı öyrədir. Through her writing, Ludwig encouraged the children to create a kinder world. Ludwig öz yazdıqları ilə uşaqların daha mehriban bir dünya yaratmasına imkan verir. Okay, all of the questions are done and our essay is done. So, bye.